Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Şagirdlərimin leksika bölməsində çox ciddi problemlər yaşadığını nəzərə alaraq onlara bir crossword nümunəsi yolladım. Bunu özüm hazırlamışam. Burada hazırlanma tarixini də görə bilərsiniz. 4 dekabrda hazırladım. Ağlıma gəldi belə bir ideya və düşündüm ki, bunu sizlə də paylaşım, bəlkə sizin üçün də faydalı olar. İndi biz bura hər hansı qəzetdə olan crossword kimi yanaşmırıq. Niyə? Çünki digər qəzetdə gördüyünüz nümunələr həqiqətən faydalı crosswordlar olsa da, orada şagirdlərə aid olmayan, yəni onların proqramında olmayan sözlər var. Onu tətildə işləyərsiniz, özünüz üçün maraqlıdır. Mən işləməyi sevirəm. Mən də dedim ki, şagirdlərə elə bir crossword hazırlayım ki, bu crossword sayəsində şagirdlər və müəllimlər Dimin və Təhsil Nazirliyinin təqdim elədiyi sözləri daha yaxşı və leksik mənaları ilə və düzgün yazılışları ilə mənimsəsinlər. Əgər bu video sizin üçün maraqlı olsa, bəyənsəniz, mən bunun ardını sizin üçün çəkə bilərəm. Heç bir problem yoxdur. Və ikinci hissəsi də olar. Bu, indi crosswordda çox nümunə yoxdur, ümumilikdə 20-21 söz var. Lakin əgər istənilsə, mən bunu daha da genişləndirərəm, daha da maraqlı eləməyə çalışaram. Crossword nümunəmizi düzgün yazmaq üçün rəqəmləri izləməliyik və həmin rəqəmlərin şərhi nədirsə, onu biz müşahidə etməliyik və daha sonra tapşırıq olaraq qeyd etməliyik. Bu video hal-hazırda indi hazırlanır saat 3-də. Lakin bu videonu ola bilsin ki, mən axşam saatlarında kanala yükləyim və hətta canlı formada yükləyəcəm. Əslində, indi çəkirəm, amma videonu elə yükləyəcəm ki, sanki siz məni canlı izləyirsiniz və canlı bir təəssürat yaradacaq. Və bununla da inanıram ki, maraqlı bir müzakirə alınacaq. Başlayaq. Çəkic altında asan döyülüb yayıla bilən gümüş rəngli yüngül metal. Baxın, burada görə bilərsiniz. Ümumilikdə mən baxıram 3, 6, 9 sözdən ibarətdir və bir daha xatırladıram uşaqlar. Çəkic altında asan döyülüb yayıla bilən gümüş rəngli metala nə deyilir? Düşünün, zəhmət olmasa şərhlərdə də yaza bilərsiniz. Siz düşünün və mən də bir neçə saniyə sonra qeyd edin. Mən inanıram ki, düz tapanlar var aranızda. Gəlin doğru cavabı qeyd edək. Söhbət alüminiumdan gedir. Bəs bu söz necə yazılır? Düzgün yazılışa diqqət. Fikir versəniz, mən 11-ci sözün 4-cü hərfini və 3-cü sözün 3-cü hərfini tapdım. Gəlin 3-cü şərtimizi oxuyaq. Balet aktrisası rəqqasəsinə nə deyilir? 3-cü hərfi L-dır. Balet aktrisası rəqqasəsi. Qadınlar haqqında istifadə olunur bu söz. Ümumilikdə 8 hərf görünür. Bəli, düzgün cavab balerina. Bu, hətta buraxılış imtahanlarının birində istifadə olunmuşdu. Ona görə də sizin üçün faydalıdır. Davam edək. Gəlin 11-ci sözümüzü tapaq. 11-ci sözümüzü tapsaq 8-ci sözün 3-cü hərfini də tapmış olacağıq. 11-ci sözümüzdə deyir ki, həqiqətə uyğun olmayan, boş və mənasız söhbət, mənasızlıq, ağla sığmaz bir şey, cəfəngiyat. 4-cü hərfi U-dur. Hətta sizə kömək olsun deyə 11-in A-sını qeyd edirəm. A ilə başlayır. Nəzərə alın ki, bu sözümüz 6 hərfdən ibarətdir. Bugün nəsə səsim batır, üzr istəyirəm. Bəli, düzgün cavab absurd. 11-i tapmaqla biz 8-in 3-cü hərfini tapdıq və fikir versəniz 8-ci söz 8 hərflidir və bir qədər uzundur. Sonu pis qurtaran macəra sərgüzəşt. Bu çox çətin bir sözdür, ancaq yenə də mən sizə ilk hərfini demək istəyirəm.
Hətta sondan üçüncü hərfini də deyəcəm. Buyurun, cavablarınızı qeyd edin. Bəli, sonu pis qurtaran macəra, sərgüzəşt, söhbət, avantyura sözündən gedir. Biz 19-cu sözümüzün hardasa neçənci hərfini tapdıq? 7-ci hərfini tapdıq. 19-cu sözümüzdə nədir? 19-cu sözümüzdə yer qazıyan, torpağı, daşı və s. götürüb başqa yerə tökən maşın. İlk hərfi E idi. Bunu asan biləcəksiniz zənn edirəm. Köməklik üçün növbəti hərfləri sizə yazıram. E, K. Bəli, düzgün cavab ekskavator. Düzgün cavab ekskavator oldu. Eyni zamanda 20-cinin baş hərfini də tapdıq. 20-ci sözümüzdə nədir? Bir çox ibtidai tayfa və qəbilələrin sitayiş etdiyi və nəslin əcdadı və ya xilaskarı saydığı heyvan. Bəzən də bitki və əşya və ya təbiət hadisəsi. T ilə başlayır. Tarix kitablarında məncə görmüsünüz. Bəli, söhbət totemlərdən gedir. 23-cü sözümüzün 3-cü hərfini öyrəndik. 23-cü sözümüz hansıdır? Gəlin baxaq. Kosmetik maddə kimi işlədilən ətirli, spirtli məhlul. İlk hərfini sizə desəm rahat tapacaqsınız. O hərfi. 3-cü hərfi E-dir. Buyurun. Bəli, söhbət adekalondan gedir. Fikir versəniz, bu hissəni tamamladıq. 18 2 dənədir. 1 aşağı istiqamətdə, bir də yuxarıdan sağ istiqamətdə. Gəlin baxaq. Burada hərfləri nəzərə almaq lazımdır ki, 2 dənə 18-i tapaq. 2 18-imizin olması, yəni məntiqsiz deyil. Birinci 18 nümunəsi dəmir yolunda qatarları çəkib aparmaq üçün buxar mühərrikli lokomotiv. İlk hərfi P-dır. Bu sizə kömək edəcək. Aşağıya doğru baxın. Bəli, düz bildiniz. Söhbət parovozdan gedir. Növbəti 18-i tapmaq üçün digər şərhimizə baxmalıyıq. Parçaya tikilmiş süni taxma saçdan söhbət gedir. Əlbəttə, çox sadə nümunədir. Söhbət parikdən gedir. 15-ci sözümüzün, 9-cu sözümüzün, eləcə də 16-17-ni də rahat tapa biləcəyimiz üçün şərait yaranır. Gəlin 15-ci sözümüzə baxaq. Adamları qaldırıb endirmək üçün durmadan hərəkət edən pilləkən Bakı metrolarında var, yeraltı keçidlərdə var. Çox sadə nümunədir. E ilə başlayır. Düzgün yazılış nədir? Eskalator. 17-nin ilk hərfinin O olduğu, 16-nın ilk hərfinin də K olduğunu tapdıq. Gəlin 9-u tapaq, onun ilk iki hərfi, daha doğrusu sonraki iki hərfini artıq bilirik. 9-da deyir, yeni dəbli paltarları satış və ya nümayiş etdirən şəxs. Ölçü və paltar nümayişi üçün insan bədəni formasında ağac və s. materialdan hazırlanan fiqurada deyilir bəzən. Asandır. M ilə başlayır. Ancaq bu sözü çox adam səhv də yazır. Söhbət nədən gedir? Söhbət maneken. Çox adam bunu manken yazır. Bu səhvdir. Keçid edək 16-ya.
Müxtəlif quru meyvə şirələrində həll olunmuş dondurma halında sərinləşdirici içki. Çox sadədir, çox sadədir. Restoranların, kafelerin menüsunu bəzəyir. Mən də xüsusən yayda bunu içməyi çox sevirəm. Bəzən bunun spirtli içki növü də var, bəzən spirtli olmayan alkoqolsuz növü də var. Təbii ki, mən alkoqolsuz olana üstünlük verirəm. Söhbət kokteyldən gedir. Düzgün yazılış. Baxaq, bu epizodda gəlin bu boşluğu, sadə olan hissəni dolduraq. 13-cü sözümüz 4 hərfdən ibarətdir, asandır. İctimai siyasi xadim, yaradıcı şəxs, təşkilat, məhsul və s. haqqında formalaşmış obraz, təəssürat, ictimai rəy. Sizcə söhbət nədən gedir? Baş hərfi idi. Bunu tapmaq çətin olarsa, gəlin 14-ü tapaq, sonra 13-ə qayıdarıq. Bir şeyin adamın üstünlüyünü təşkil edən xüsusiyyəti. Son hərfi t-dır. Baş hərfi m-dır. Bunu çox adam bilmir. Hətta burada qoşa yığların olduğunu da desəm, bu zaman biləcəksiniz. M, y, y, t. Nə? Söhbət əlbəttə ki, məziyyətdən gedir. Məziyyət nə deməkdir? Bir daha baxıram. Bir şeyin adamın üstünlüyünü təşkil edən xüsusiyyəti deməkdir. İndi 13 ilə 14-ü tamamladığımız üçün im qaldı. 13-də nə deyirdi? İctimai siyasi xadim, yaradıcı şəxs, təşkilat, məhsul və s. haqqında formalaşmış obraz, təəssürat, ictimai rəy. Bəli, düz bildiniz, söhbət image sözündən gedir. 10-cu sözümüz cəmi 3 hərfdən ibarətdir. 10-cu sözümüzə baxaq. Üstündə oturmaq və ya soyuqdan qorunmaq üçün atın və bəzi başqa heyvanların dalına salınan qıldan və ya yundan toxunma, qalın örtük. 3 hərfdir uşaqlar, cəmi 3 hərfdir bu. Nəzərinizə çatdırım ki, OTK mətnlərinin birində var idi bu söz. Mən bu sözü oradan götürmüşəm. Söhbət 20 sınaq vəsaitindən gedir. Düzgün cavab çul. 7-nin 3-cü hərfi l, daha sonra 5-ci hərfi y-dır. 7-də nə deyir? Gəlin baxaq. Kompüter şəbəkəsi telekommunikasiya sistemini internetə üzr istəyirəm, səhv oxudum. Kompüter şəbəkəsi telekommunikasiya sistemi internetlə bağlantısı olmayan. Söhbət nədən gedir? Baş hərfi o-dur. Çoxunun ağlına onlayn gələcək, lakin diqqətli olun uşaqlar, bu onlayn deyil. Baxın, internetlə bağlantısı olmayan, yəni offline olacaq. Davam edə bilərik növbəti hissədən. Gəlin 12-ni tapaq. Bunu tapdıq, bunu tapdıq, bunu tapdıq. Gəlin sadələri tapaq. 2-dən davam edək. Heykəltaraşlıq əsərləri yaradan sənətkar çox sadədir və uzun da bir sözdür. Heykəltaraşlıq əsərləri yaradan sənətkara nə deyilir uşaqlar? Sırf heykəl işi ilə məşğul olan, əlbəttə ki, heykəltaraş. Çox adam təraş bilir. Xeyr, təraş deyil. Heykəltaraş. 12-nin bir hərfini, 6-nın və 4-ün bir hərfini tapdıq. 4-cü sözümüzə gəlin baxaq. Restoran, aşxana və kafedə yeməklərin adları olan siyahı. Çox sadədir uşaqlar. Yeməkləri hara qoyurlar? O siyahısını, qiymətini, görüntüsünü. Təbii ki, menyuya. 6-cı və 5-ci sözümüzü tapmağa cəhd edək. İnkişafın, yüksəlişin, gərginliyin ən yüksək momenti dövrü. Baxın, bu işarəni ədəbiyyat kitabına baxanlar xatırlayır. Bura bədii ekspozisiya, bura zavyaska.
Bura nə deyirdik? K ilə başlayırdı. Bura razvyaska, ən sonda da final mərhələsi idi. Bunu real həyatla da əlaqəli götürmək olar. Bəli, düz bildiniz. Söhbət kulminasiyadan gedir. Üzr istəyirəm. Beşinci sözümüz cəmi 4 hərfdir. Üçüncü hərfini artıq biz tapmışıq. Teatr və kinoda kosmetik vasitələrin köməyi ilə aktyor və aparıcıların üz cizgilərinin dəyişdirilməsi yaxud sifətin obraza uyğunlaşdırılması. Bu adi makyaj deyil, 4 hərfdir və üçüncü hərfi i-dir. Bəli, doğru cavab qrim. 12-ci nümunəmizin 4-cü hərfi bizə bəllidir. Gəlin 12-də görək nə deyir. Rəngli daşlar və ya keramik lövhələrlə işlənmiş şəkil, naxış, ornament. Hətta belə deyim, Nizami metro stansiyasında da var, divarda görə bilərsiniz. Baş hərfi m-dır. 4-cü hərfi a-dır. Bəli, söhbət mozaika. 17-nin baş hərfinin o olduğu bizə bəllidir. Oxuyaq. Birbaşa canlı informasiya kommunikasiya texnologiyalarında real vaxt rejimi. Bayaq bunun əksinin offline olduğunu tapdıqsa, bu da nə olacaq? Təbii ki, düz bildiniz. Online'dan söhbət gedir. 21-ci nümunəmizə gəlin baxaq. Əsası olmayan iddia. Buyurun. Baş hərfi a-dır. Növbəti hərfi m-dır, çətinlik çəkənlər üçün. Əsası olmayan iddia. Bəli, doğru cavab ambisiya. Son olaraq 22-ci nümunəmizə gəlin baxaq. Eyni ilə bir-birinə oxşayan, eyni tərzdə, eyni şəkildə olan, eyni cür səslənən, bir-birindən qətiyyən ayrılmayan yek rəng. Baş hərfi hətta deyim də sizə, baş 3 hərfini deyirəm hətta. Yek, yek nə? Yek n ilə davam edir. Yek, yeknəsəq, yoxsa yeknəsək. Gəlin hətta onu lüğət vasitəsilə sizə göstərək. Gördüyünüz kimi doğru cavab yeknəsəq olacaq. Q ilə yazılır, K ilə deyilir. Gəlin tamamlayaq. Belə. Ümid edirəm, həm əyləndiniz, həm də sizin üçün faydalı oldu. Bilmədiyiniz sözləri qeyd etməyi unutmayın. Bunlar hamısı Dim Test Topludan, Dim vəsaitlərindən, 20 sınaq kitabçasından seçilən sözlərdən ibarətdir. Sağ olun, salamat qalın.